Dəyərli Azərbaycan gəncləri və gəncliyini yaşaya bilməmiş yetkinlər. Yarım qalmış işlər üzrə mütəxəssis Emin Davud ilə Yarı Cahili izləyirsiniz. Bugünkü qonağım sən özü təqdim edeyim müəllim. İş peşə hal-hazırda bar menecerdir. Barmen Bar desəm, menecer. bar menecer ilə barmenin fərqi nədir? Bar menecer barların koordinasiyası ilə məşğuldur. Ha. Barmen daha aşağı, onun üstə mixolog var. Üstə bartender var. Tamam, onları onda şeydə danışaq. Barista var. Birbaşa videoya girməyim. Sənə təqdim edeyim mənə. Hal-hazırda bar menecer kimi çalışan, amma restoran biznesində fərqli vəzifələrdə çalışmış Cavidan Seyidlidir. Müəllim, xoş gəlmisən. Xoş gördük. Necəsən? Əla, sən necəsən? Mən də əliyəm. Bakayım. Deyəm. Başlayaq inşallah. Allah, Məhəmməd, ya. Çox qəribə adam deyil deyirəm. Yəni bu adam məsələn elə bir şey eləyir ki, belə linçliyəsində gəlmir. Çox şirin bir şey eləyir. Belə hər kütlədən insan da bunun zarafatını eləyir və deyir gülür. Yəni pis niyyətli bir insan deyil. Yox, qəti surətdə pis niyyətli bir insan deyil. Prosta bazardır da, yəni onun da bazarı bu cür qurulur. Və marketinqi də gözəl eləyir. Bilir və ya bilməz. Bu qeyri-iradi şəkildə marketinqdir. Restoran sektorunda da bu mümkündür. Restoran sektoru. Ən çox elə restoran sektorunda mümkündür. Necə olur məsələn? Bir misal göstərə bilərsən? Deyək ki, restoran sektorunda fine dining standartı var. Yəni bu ən yüksək restoran standartlarıdır. Burada restoranda olacaq musiqi olsun, masaların düzülüşü olsun, istifadə olunacaq boşqablar, bıçaqlar, qaşıqlar olsun, personalın görünüşü olsun, grooming standartları var bunun, nə bilim, bunun iyerarxiya standartları var, vəzifə bölgüləri var, departamentləri olsun fərqli. Bu ən yüksək standartıdır. Bir götürək filan məşhur fine dining restoran və bir də deyək ki, Dayoğlu kafesi. Dayoğlu kafesinin marketinqindən, mühasibatı ilə, maliyyə şöbəsi ilə, insan resursları ilə bir nəfər məşğul olur. Bu həm də founderdır. Amma fine dining da tamam fərqli olur. Fine dining çünki artıq orada bir şirkət strukturu var. Marketing mütəxəssis məşğuldur, finans mütəxəssis məşğuldur, HR mütəxəssis, restoran meneceri artıq bu restoranda təcrübəsi olan, sözünü demiş bir adam olur. Bar meneceri olur. Bar meneceri bəli öz işində artıq ustalaşmış bir adamdır. Bəs bunun ortası yoxdur. Məsələn, fine dining var, Dayoğlu var. Bəs burgerlər məsələn atıram. Bu burgerlər fine dining standart deyil. Bu artıq fast food restorandır. Orada da yəni iki cür şey var. Həvəskar yaxınlaşma və professional yaxınlaşma var. Həvəskar yaxınlaşmaya o qədər vaxt girildi ki, artıq orada maliyyə problemləri yaşanır ya da ki, az xərcləyib çox qazanmaq olsun belə fikirlər. Amma böyük fast food restoranlar da var ki, o orta dərəcədə, orta büdcədə fine dining orta büdcədə də deyil, yüksək büdcədə. Yəni amma mən o həmin fast foodun büdcəsindən, yatırdığı investisiyadan danışıram. Yaxşı, indi fine dining daha fast food daha çox qazanmağa başlayır. Tamam. Bəs fine dining bildik. Dayoğlu'nu da bildik. Bir də fast foodlar ayrı kateqoriyalar. Bunun kimi kateqoriyaları çıxıram. Yəni bu fast food ola bilər, sırf sushi ola bilər və s. Çin restoran. Bunları çıxıram. Bir də var orta səviyyə restoranlarda bizim getdiyimiz lunchlar və ya özəl günlərdə getdiyimiz fine dining olmayan 2 nəfər ailə şəkildə və ya sevgililər gedib otururlar, normal bir vaxt keçirirlər. Yəni bura nə fast food deyil, nə Dayoğlu deyil, amma elə fine dining qiymətində də deyil, o qədər böyük də deyil. Bəlkə də bir dənə filialı var və o qədər də işçisi yox. Düzdür, yenə də founder tərəfindən işlədilmir hər şeyi. Marketinqə bir nəfər baxır. HR-ı yoxdur. Meneceri var. Ofisantların bəlkə başındakı adam var, ofisantlar var. Bu nədir bəs? Bu da sadə lunch restorandır yəni. Biraz büdcəsi daha çoxdur. Ona görə də sən dediyin kimi marketinqə vəsaitə ayırır, yəni tanışlarını falan çağırmır. Restoran qurulanda, ümumiyyətlə şirkət qurulanda fikirləşmir. O bizdə şeydir, böyük ənənədir. Artıq restoran açmaq, restoran yaratmaq, işlətmək haqqında fikirləşənlər deyirlər ki, həm dost tanış var, onlar gələcəklər. Onlar güclü restoranda oturub yeyib içəndirlər. Mən onlara arxalanım, amma heç vaxt onlara arxalanmaq lazım deyil. Birincisi, ortaya qoyduğun məhsula arxalanmalısan və ikinci, onun satışına, deyək, Türklər demiş, pazarlanmasına. Və o pazarlanmanın da bəli, əsasını artıq marketinq təqdim edir, təşkil edir. Sən bir məhsulun PR-ını eləmək üçün artıq onu əvvəl təqdim eləməlisən.
Deyək ki, sən evdə bişirdiyin pomidor yumurta ilə restoranda yediyin pomidor yumurta eyni olmalı deyil. Ya da evdə mama dolması ilə restorandakı dolma eyni olmalı deyil. Dayı dolması eyni Bəli, olmalıdır. orada çünki rəqabət olmalıdır, orada fərqləndirməlidir. Amma məhsul keyfiyyəti yüksək olmalıdır, standartlaşma olmalıdır, görünüş belə hamısı eyni olmalıdır. Bir də dad olaraq, məsəl üçün mama yeməyi də dedik, restoranda yeməyin dadı möhtəşəm olmalıdır, ya belə wow olmalıdır, belə bir şey yoxdur. Var müəyyən qədər, amma daddan əlavə görünüşdür və onun sənə gəlib çıxmağı, sən o yolda ofisant dedim və ofisantın o qət elədiyi məsafə belə çox vacibdir. Ofisant dedin, elə strukturla da gedək də. İndi mən cahilcəsinə rəy bildirəcəm, sual da verəcəm. Aşağıdan başlayaraq gedirəm də. Bunun xadiməsindən tut, yəni vəzifə olaraq aşağıdan. Xadimənin bir növü var ümumiyyətlə. Necə olur xadimələr? Var. Buna otel, restoran işlətməçiliyində departament olaraq housekeeping departamenti deyirlər. Restoranda da buna housekeeping deyirlər. Restoranda da yəni. Restoran ümumiyyətlə bütün baza olaraq otel turizm işlətməçiliyində, turizm otel işlətməciliyində tədris olunur. Yəni baza olaraq sırf bu fakültədən, bu institutdan gəlir. Restoran işini başqa heç bir fakültə, heç bir universitet eləmir, tədris eləmir. Yəni ona görə də qaynaq olaraq oradan başqa bir yerdən qaynaq almağa ehtiyac yoxdur. O bizdə də əsas problemlərdəndir. Deyək ki, danışdıq ki, bu belə bir fakültə var, belə bir institut var və bunun tədrisatında məşğuldur. Çox vaxt bizdə bazarda onunla ölçürlər ki, bu restoratordur, güclü restoran meneceridir. Bu Rusiyada işləyib gəlib, Moskvadan gəlib, nə bilim Ukraynada işləyib gəlib. O baza deyil yəni. Sən Madagaskarda da işləyə bilərsən, Zimbabvedə, Botsvanada da işləyə bilərsən, Polineziyada, Malayziyada da işləyə bilərsən, amma sənin işlədiyin bir standart olmalıdır. Sən hansı standartlarla işləmirsən, kimlə işləmirsən? Bunlar çox vacibdir. Amma location olaraq Rusiyanı götürsək, Rusiya ümumi olaraq xidmət sektorunun mərkəzi deyil. Xidmət sektorunun mərkəzi məktəb başlayıb Britaniyada. Britaniyada. Niyə? Çünki onlar artıq otel, restoran bir tərəfə FMB-nin belə magistr təhsilini verirlər. FMB nədir? FMB Food and Beverage. İçki və qida. Restoran işinin oteldəki departament olaraq adlandırılması. Master degree restoran. Bəli. Artıq standart, FMB-nin standartları artıq orada bu cür qeydə alınır. Housekeeping dedik, təmizlik şöbəsi. Bu otaqların təmizliyi ola bilər, yerin təmizliyi, qabların təmizliyi ola bilər, hamam, tualet təmizliyi ola bilər. Bütün təmizliyə housekeeping maraqlanır. Mühafizə ilə hər tərəfli kameralar olsun, O da housekeeping. Yox. Qapıdakı kamera olsun, qapıdakı mühafizəsi, kameralar, ümumi mühafizə bu artıq mühafizə departamentinə baxır. İçki və qidana əlaqədar hər şeylə maraqlanan, hər şeyin mərkəzləşdiyi bir departament FMB departamentidir. Britaniya dedin. Britaniyadan gəlməyinin səbəbinin çox böyük ehtimal ki, tarixlə də bir əlaqəsi var. Mən Polşada yaşadığım dövrlərdə orada məsələn restoran sektoru və xidmət sektoru çox inkişaf eləməmişdi. Cümləni düzgün qurmadım. Heç inkişaf eləməmişdi. Bunu da səbəbini mən oranın ağsaqqalları ilə söhbət edəndə dedilər ki, Polşa dedi kənd ölkəsi olubdu. Yəni insanlar kənddə yaşayıblar. Servis görməyiblər və servis verməyiblər. Hər özü yeyib, özü içib, özü becəribdi. Sonra birdən-birə artıq kapitalizm inkişaf eləməyə başlayanda biraz təkərə düşüblər ki, neyə oradan buradan fırlatmağa başlayırlar. Bəxşiş mədəniyyəti məsələn Polşada çox az idi, demək olar ki, yox idi. Amerikada, Britaniyada məsələn bunlarda var da. Bunların da səbəbi bu adamların böyük ehtimal ki, bu kapitalizm sisteminə və xidmətə çox önəm verməyi olub. Dedi ki, Britaniyadan gəlibdi. Hal-hazırda Türkiyədə məşhurdur da, düzdür servis. Yəni dünyadan fərqli ölkələrdən gəlirlər Türkiyəyə və bu servisi bəyənirlər. Azərbaycanda normalda biz xidmət görməyi çox sevən bir millətik. Amma biz xidmət göstərə bilirikmi? Məsələn, son zamanlarda mən şəxsən özüm Azərbaycanın restoran xidmətləri ilə, nə də ümumi servisindən, ümumi xidmətlərindən konkret narazıyam. Sən də narazısanmı? 1, 2, bunun səbəbi nə ola bilər? Belə deyim tam başdan. Əgər Azərbaycanda nədənsə razı olmaq istəyirsənsə, pul xərcləməlisən. Və restoran sistemi olaraq da bu cürdür. İstər otel olsun, istər restoran olsun. Əgər sən yaxşı istirahət, yaxşı xidmət, yaxşı bir qonaqlama, hospitality görmək istəyirsənsə, mütləq şəkildə pul xərcləməlisən. Amma Türkiyədə eyni leveldə xərclədiyin dönərçisində sən daha yaxşı. Orada gələcək. Speranı formalaşdıran ən birinci amil turizmdir. Türkiyənin turizm tarixinin arxivinə nəzərə alsaq və bizim turizm arxivinə nəzərə alsaq ki, bizim turizm tariximiz, turizm verilişlərimiz yeni başlayıb artıq yaranmağa. Şaxta olsun, Qəbələsi olsun, bilməm, Nabran neçə ildir var. Nabran o
böyük bir turizm deyil. Yəni burada Dağıstanlılardır və Azərbaycanlılardır yayda gedirik, gəzirik, gəlirik. Yəni orada çox böyük bir şey gözləmək dəyməz. Bakıda olsun, Bakıda turizm çox belə fantastik deyil. Yəni bizdə bir vaxtlar bir dönəm seks turizmi oldu, artıq yüngülləşdi. Yəni orada da çox böyük bir şeydir. Nə oldu? Seks turizmi. Seks turizmi, hə. Bəli, bəli. Ki indinin özünə də davam edir. Seks turizmi. Ərəblər tərəfindən gəlir. Bəli, seks turizmi də özü turizmin bir növüdür. Deyək ki, din turizmi var, bunun bilməm, ekologiya turizmi olsun, tarix turizmi olsun, eləcə də en turizmi və seks turizmi də var. Ən məşhur da yəni burada Tayland ki, Tayland haqqında hamımız bilirik. Avropada ondan əvvəl Çexiyada olub. Çexiya seks turizmi sayəsində artıq Avropa ölkəsi olmağa başlayıb ekonomik olaraq. Adətən külələrin kasıb olduğu yerlərdə olur. Kasıb hiss edən yerlərdə olur. İndi bizdə indiki vəziyyətdə bir yumşalma var, biraz belə də şəhərin içində, yəni ancaq ərəblər qaynar. Amma restoran sferasına qayıtsaq, həm burada turizm çox böyük faktordur. Türklərin turizm vərdişləri, qonaqlamaq vərdişləri böyük olduğuna görə artıq bunu rəqabət başlayır formalaşdırmağa. Bir küçədə 10 dənə restoran var və həmin küçədə də 5 artıq turist gəzir. Artıq burada normal rəqabət formalaşmalıdır ki, o 5 turistin öz aralarında bölüşdürə bilsinlər. Ki bu da yarıya bölməyəcəklər, təbii ki, götürməlidirlər. Nəyinəsə fərqlənməlidirlər. Ona görə artıq bunlar məktəblərdən başlayırlar öyrənməyə. Bu günün özündə belə bu Türkiyədə fantastik dərəcədə deyil. Türkiyədə xidmət sektora daha çox emosional yanaşmadır. Yəni onlar standartlara baxmırlar. Deyək ki, mən Türkiyədə işlədiyim dövrlərdə İzmirdə yaşamışam, İzmir işləmişəm bir müddət. Mən gördüyüm ərəfələr də çox iyrənc idi. Deyək ki, barmeni gördüm, barmana yaxınlaşdım. Baxıram, barıl kontrol edirəm. Bir tequila butulkası var, üstü pas atır da. Artıq butulkaya baxanda, şüşəyə baxanda hiss edirsən ki, bu əsrlərdən qalıb. Baxdım, dedi tequila da içirsən. Dedim, hə, tequila sevirəm içməyə, amma indi yoxsa. Nəsə bir müddət sonra özü gördüm ki, şatı qoydu barın üstünə. İç sən. Mən də dedim, okey, içərəm də bir iş, əvvəli yorğunluq az. Duzunu çəkdim, içdim, limonu qəbul edirsən ki, o alkoqol boğazı yandıranda hiss edəndə yumşaldırsın. Gördüm ki, heç buna ehtiyac yoxdur. Baxdım belə ki, bu nədir? Dedi, tequila. Dedim, maraqlıdır. Mən dedim, Azərbaycanlıyam, Azərbaycan vətəndaşıyam. Biz vodkanı içənəsə qarışdırıb içmirik. Onlar vodkanı heç vaxt içməzlər. Vişnə soku, kola və portağalla qarışdırıb içirlər. Ona görə heç vodkanı tam olaraq hiss eləyib içmirlər ya da ki, alkoqol dərəcəsini tutmurlar. Sadəcə onun həzzini yaşayırlar. Dedim, okey, üstündən bir müddət keçdi, ambara girməliyik restoranın ki, oradan içki götürək. Adam dedi ki, gəl gedək. Vodka butulkasını da götürdü, tequila butulkasını da götürdü. Bu su şeyləri var, boşqalar, damacına bilirlər. Pompa ilə ikisinə də eyni yerdən doldurur. Baxıram, bu nədir belə? Deyir, özümüz düzəlmişik burada, etil spirtlə, su ilə. Dedim, bəs sən ikisinə də eyni şeyi doldurursan axıda, nə əlaqə? Vodka, etil su qarışığıdır, agava isə, tequila isə 100% bulu agavadan distillə olunmuş içkidir. Deyir, yox, deyir, onsuz da biz onu tuzla, limonla verəndə tequila olur, portağalla verəndə vodka. Yaxşı, oyda. Və oradakı bütün qonaqlar da xoşbəxtdir. Amma xoşbəxtçiliyin sirri içkiliyində deyil. O qonağa yaxınlaşmaq, canım abim, gözəlim. Orada olan türklər demiş elə ikramlar, hansı ki, bu komplimentari deyirik bunlara. Deyək, 15 şüşə pivə içən adama gətirirlər. Bir dənə belə ləyəndə popcorn verirlər ki, onun da maliyyəti gəlib çıxacaq 40 qəpik. Qonağın orada yaşadığı xoşbəxtçilik. Ki, bu bizi də bu cür xoşbəxt ola bilirik. Yəni, Azərbaycanlılar da gedir Türkiyədə, görürlər belə şeylər, deyirlər ki, o, fantastikdir də, Türkiyədə əladır hər şey. Bizdə niyə eləmirlər bunu? Saf türklərin içkiləri, seçimləri. O bizdə yoxdur. Biz çünki içki təcrübəmiz var, içən millətik, neçə il sovetlər təcrübəmiz var. Vodka özümüz hazırlayırıq, buradan tütövqamız, şərab ənənələrimiz var ki, nə qədər də böyük olmasa. Var, ona görə biz seçə bilirik içkini. Düzdür, hətta mən o vaxtı Ağdam haqqında bir layihə hazırlayırdım. Polşada universitet vaxtı və Ağdamın tarixini də araşdırmaq məcburiyyətində idim. Orada Ağdam şərablarını tapdım və gördüm ki, Ağdam şərabları həqiqətən də 1900-cü illərin ortalarından sonra 60-70-ci illərdə falan əməlli başlı satılmağa başlayıbdı, düzəldilibdi Ağdamda. Butulkalarını falan gördüm və hətta nədən biraz tutdum. Polşada bir Ukrayna marketi var idi. O Ukrayna marketində belə Sovetlərin ölkələrindən gətirilmiş malları satırdılar. Azərbaycanın Azər çayını gətirirdilər, nə bilim Rusların kalbasasını gətirirdilər falan. Orada ermənilərin bir çaxırını gördüm, çaxırını. Çaxırın üstündə Ağdam yazılmışdı. Ermənilər həmin o bizim o vaxtı elədiyimiz Ağdam çaxırını
bir indi də hətta yəni marketinqini davam elətdirib satmağa davam edirlər. Yəni demək ki, hardasa yenə də bir hörməti olub ki, o Ağdam çaxırının bu günə kimi bəlkə də ermənilər onu istifadə edirlər. Yəni mən Polşada görmüşəm, böyük ehtimal başqa ölkələrdə də var. Azərbaycanda bu şərab mədəniyyəti hardan gəlir ümumiyyətlə? Mən səndən düzü çox qarmaqarışıq soruşuram. Əslində hal-hazırda bar menecer işləyirsən və bu şərab işinə baxan adam başqa adamdır. Aynen. Bar menecer baxır şərab işinə də. Sommelier baxır, mən də sommelier olaraq çalışıram istəyirəm. Sommelier? Bəli. Düz dedim, Bəli, sommelier. bəli. Amma normalla fərqlidir ya bunlar. Yəni barmenlə sommelier fərqli adamlar. Bəli. Amma sən ikisini də işləmisən deyə Bəli. Barista ikisini də olaraq da görürsən. işləyə bilirəm, barmen olaraq da işləyə bilirəm. Barista, barmen, Və sommelier. olaraq. Bəli. Üçündən də işləmirsən. Bəli. Əla. O sən sommelier kimi bəlkə ayrıca çağırım, təkcə şərablardan danışaq. O daha məntiqidir. O da olar. Uzun danışmaq olar. Şərabın içilməyi falan. Sən niyə bir dənə Instagramda başlatmırsan? Bu türklərdə zət deyilən 2-3 dənə dayı var. Şərab nasıl içilir, viski nasıl içilir, tekila nasıl içilir deyə partladılar. Mən biraz soyuğam sosial mediaya. Cavan vaxtı biraz yeni etməkdən tezə çıxan vaxtı mən çox yazırdım Facebookda falan, memlər falan. Sonra mənim üçün öldüm, ancaq xəbər oxumağı yeyirəm ya da söyməyə. Hardan gəlir Azərbaycan şərab mədəniyyəti? Ümumiyyətlə şərabın hardan gəldiyi bu günə qədər tam olaraq dəqiq bilinmir. Çünki 5000 il tarixi var, 5000 ildən çox tarixi var şərab olduğuna görə və çox rəvayətlər var bu haqqda. Ərəblər bir rəvayət deyir ki, ərəblər bunu səhrada üzüm daşıyanda çürüdüb hazırlayıblar. Bir rəvayətlər deyir ki, bunu Hollandlar hazırlayıblar ki, Hollandların da içki mədəniyyəti çox böyükdür. Belə qarışıq çoxlu en qədər rəvayət var. Amma bu günün özündə şərab dünyası ikiyə bölünür. Birinci dünya və ikinci dünya. Birinci dünyaya aiddir Fransa, İtaliya, İspaniya, Portuqaliya. İkinci dünyaya aiddir digərlər. Digərləri haradır? Avropada Yunanistan, Slovakiya olsun, Macaristan, Okeaniyada Avstraliya, Yeni Zelandiya, Amerikada isə Amerika Birləşmiş Ştatları və Argentina. Azərbaycanın burada payı var? Yox. Çünki Azərbaycan ikinci dünya ilə belə böyük rəqabətdə nəsə söz sahibi deyil. Azərbaycan ev şəraitində müəyyən şərabları var ki, bu şərab da deyil əslində. Tam şərab əməliyyatları görmür. Deyək ki, orada dejaj var, botanaj var. Bunlar qarşı-qarşı əməliyyatlardır şərabın hazırlanmağında. Olan bir kənara heç tam olaraq şərab hazırlayan adam üzümləri belə seçə bilmir. Şərab üzümlərinin en qədər cinsi, en qədər sortu var. Bu fransız üzümləri olsun, İtalyan üzümləri, İspan üzümləri, yerli Qafqaz üzümləri olsun. O bir kənara süfrə üzümü ilə şərab üzümünü seçə bilmirlər. Bunlar ikisi tərs bir-birinə şeylərdir. Süfrə üzümü ölçüsü böyükdür, şəkəri az. Şərab üzümü isə ölçüsü kiçik və şəkəri çoxdur. Şərabda və bütün spirtli içkilərdə ümumiyyətlə şəkərdən alınır ancaq etil spirti. Etil spirti şəkərdən alınır. Bu bizdə amma kimisə həyətində üzüm ağacı əkirsə, öyrənir ki, okey, üzümü çürüdürsən, sonra onu bir boçkaya qoyursan və torpaqda qaranlıq yerdə saxlayırsan. Ki, əslində amma fransızlar götürsək şərabın əfsanələrini, yəni fransızlar belə boçkaya qədər seçirlər. Bu hansı boçka olmalıdır? Hansı ağacdan alınmalıdır o boçkalar, çəlləklər, həcmləri nə qədər olmalıdır? Gün buna hardan dəyməlidir? Gündə neçə dəqiqə gün vurmalıdır, ona isti saxlamalıdır? Temperaturun tənzimləməsi falan. Bunlar hamısını ölçülüb biçilmiş şeylərdir. Bizdə ölçü biçi yoxdur, ancaq ev şəraitində hazırlanır deyə çox böyük ənənələrimiz yoxdur. Amma Azərbaycanda böyük şərab şirkətləri var. Göygöldə olsun, Gəncədə olsun, Şamaxıda, Qəbərədə, onların da hazırladığı şərablar var. Amma o da birinci dünya ölkələri ilə rəqabətə girəcək şərablar deyil. Müəllim, hansı içki belə ən necə deyim oldu? Bespantov içkidir. Ki bunu içməyin deyəcəyim bir içki hansıdır? Bespantov içki yoxdur. İçkiyə bespantov yanaşma ola bilər. Yəni dərinə getsək, hər içkinin içiləcəyi öz vaxtı var və öz yeri, öz havası, öz saatı, öz şəxsi var. Hava soyuqda hal-hazırda pivə içir. Gənclər çox ancaq içmir, biraz rahatlaşmaq, istirahət üçün gedilir ancaq pivə içirlər. Bu qəti şəkildə düzgün deyil. Bəs bunu Avropalılar da belə edir axı. Məsələn, Almanlar da bunu belə edir. Avropalılardan bunu ən çox Çexlər edirlər. Pivənin vətəni Çexiyadır çünki. Və Çexiya özü alkoqolizmlə əziyyət çəkən ən böyük ölkədir Avropada. Bu yaxşı bir şey deyil. Alkoqolizm Azərbaycanda alkaşlıq deməkdir. Amma siz içkini alkaşlıq üçün yox, istirahət etmək üçün içki bilinçli şəkildə içilməlidir. Rahatlaşmaq, sakitləşmək, həzz almaq, zövq almaq üçün yediyin yeməkdən ya ondan əvvəlki yorğunçuluğunla
ola bilər, onu boşaldasan içindən. Nə içək? Daha maraqlı şeylər içə bilərsiniz. Məsələn? Birincisi, içkilər haqqında öyrənmək lazımdır. Siz əgər yeməkdə içirsiniz ya yeməkdən sonra içəcəksiniz. Ac qarnına ümumiyyətlə içmək məsləhətdir. Ac qarnına su içə bilərsiniz ancaq. İçkilər ümumi olaraq birinci iki yerə bölünür. Aperativ içkilər, digestiv içkilər. Aperativ odur ki, sən iştah gətirəcək yeməklə bir yerdə içiləcək içkilər. Deyək ki, siz saz yeyirsiniz və onun yanında amaretto likor içəcəksiniz. Bu heç cürə mümkün olan bir şey deyil. Orada ət qalacaq bir tərəfdə, amaretto qalacaq bir tərəfdə, bir-birinə yad cisim kimi baxırlar ki, qardaş, biz burada ikimiz birdən nə gəzirik? Pivə aperativ içkidir. Pivə aperativdir, bəli. Doğrudan. Bəli. Yəni yeməklə pivə içilər. Yeməklə içilər, Çünki əlbəttə. türklər Polşada, bilmirəm türk mədəniyyətində varmı? Mənim oradakı dostlarım Polşada dönərlə pivə içirdilər. Pivə hər şeylə içilər. Hər şeylə içirlər. Bəli, pivə Üzr istəyirəm, sözümə girməmişəm. Bizdə ən çatışmayan şeylərdən biri mənim, yəni Avropada darıxdığım şeylərdən biri burgerin yanında pivə olmamağıdır. Bizdə burger yerlərində pivə vermirlər çox yerdə. Yəni birinci gəlib burger yeməyə başlayır, biraz şokdaydım çünki burgeri çox vaxt Avropalılar pivə içirlər və çox bomba gedir. Buradan burger yerlərinə səslənirəm, pivə alın qoyun restoranınıza. Bəli, bizdə çünki burger uşaq menyusudur. Aha, hə. Bizdə burger uşaq menyusudur. Bizdə burger sənət deyil. Bizim bir dostum var, onunla biz burgerin belə qurmesi olmağa çalışırıq da. Biz çox sevirik burger yoxlamağı. Burger mənə görə bu tam yəni customer olaraq da bir müştəri olaraq rəylərimi bildirəcəm. Yəni burger yeməyə gedirəmsə məndən şey soruşmalıdır birincisi. Ətin necə bişməyini istəyirsən? Bəli. Yəni çörəyin necə olmağını istəyirsən? Bunu soruşmalı, rəngini, ruhunu soruşmalıdır. Ondan sonra yanında nə içəsiniz? Məsələn, şey də çox önəmlidir. Çox kiçik bir detaldır. Ümumi restoranlara aid edirəm. Mən getmişəm, dönər zakaz vermişəm, fərqi yoxdur. Yanında da ayran zakaz vermişəm. Məndən soruş gör, mən bunları bir yerdən mi istəyirəm? Yoxsa içkini gətirərsən əvvəlcədən? Bəlkə mən ayrandan ötürü yanıram bu dəqiqə. O ayranı əvvəlcə qoymaq istəyirəm. Bunu da soruşmurlar bizdə. Ona görə bayaq mən dedim, məsələn, mən konkret narahatam bu dəqiqə xidmət sektorundan, narazıyam xidmət sektorundan. Səbəblərindən biri də elə bu burger restoranlarda belə müştəriyə konkret vecinə almamaqlarıdır. Ümumi olaraq burgerin bişmə dərəcəsini yaxşı qururlar. Çünki bunun bizim restoranların çoxunda məlumat yoxdur. Brend otellərin F&B işçiləri bu haqqda bilirlər. Təlimatlanırlar ki, qardaş sifariş götürəndə burgerin projarkasını, bişmə dərəcəsini mütləq şəkildə götür. Steakhouse-ların bəzilərində belə elə bilər ki, ancaq steak ət porsiya, sırf ət porsiyanın soruşulmalıdır projarkası. Yox, əslində projarka soruşulmayan qida toyuqdur. Projarka nədir? Bişmə dərəcəsi. Bişmə dərəcəsi soruşulmayan təkcə toyuqdur, çünki bakteriya çox meyillidir, özündə çox saxlayır və belə mümkün qədər bişirirsən. Mümkün qədər bəli, toyuq bişməlidir, toyuq yanmalıdır. Yəni toyuq sos üçün toyuq anlayışı yoxdur. Qızarmış toyuq var və qaynamış toyuq var. Sosu nədir müəllim? Rus şeydən istifadə eləmədən olar. Bilmirəm Allah haqqı. Medium well, medium. İngiliscə deyirəm, az-buz danış. Yəni orta bişmə dərəcəsində bir toyuq yoxdur. Toyuq biraz sulu olsun. Yanmalıdır. Toyuq bəli, qızarmalıdır ya da ki pörtləməlidir belə. Qupquru olmalıdır. Amma ətdə o cür deyil. Ətdə hər bişmə dərəcəsinin öz dadı var, öz aroması var. Ona görə kim hansı aromada istəyirsə, o da aromada sifariş eləməlidir. O cür də burgeri. Burgeri də siz tam orta bişmişdə, orta dərəcədə də sifariş edə bilərsiniz. Orta aşağı, orta yüksək. Ki siz məcbur deyilsiniz quru ətin, quru kotletin dadına baxasınız. Yeməklə onda nə içirik? Aperitiv viskilərə. Aperitiv də dedin müəllim, üzr istəyirəm. Bir də digestiv. Nə? Digestiv. Digestiv. Bəli. Bu nə dilindədir? Bu da rusçadır yəni. Yox, rusca. Bunların heç bir rusca deyil. Bunlar hamısı latın sözləri. Latın sözləri. Bəli, bəli. Aperitiv və aperitiv var, ingiliscədə var. Aperitiv. Bon appetit sözü də hətta oradan fransızca. Aperitiv və digestiv. Misal göstərə bilərsən məsələn, aperitiv içkilərə misal göstərərsən zəhmət olmasa. Bir də hansı yeməklərdən də, yeməyə görə də dəyişir böyük ehtimal ki, içkinin. Bəli, bəli. Bir də digestiv. Ac qarnına içmirik, yeməklə və yeməkdən sonra nə içək? Bəli, ən yaxşı aperativ içkilər su və vodkadır. Ən yaxşı iştah artırıcı içkilər ki, siz içirsiniz və yedikcə yeyirsiniz. Şərablar ağ şərab olsun və qırmızı şərab.
quru şəkildə, dry şəkildə. Bunlar da aperativ içkilərdir. Ondan sonra meyvə şirələri olsun, limonadlar olsun, bunlar hamısı aperativ içkilərdir. Digestiv içkilər likyorlar misal üçün, likyorların əksəriyyəti, hətta deyək ki 99% digestiv içkilərdir və dolu mədəyə içilməlidir o. Yeməkdən sonra heç bir yemək matchingi, qruplaşmağı olmalı, vacib deyil ona. Likörlərə də misal olaraq göstərə bilərik. Jagermeister insanların tanıdığı. Jagermeister olsun, bəli, Baileys olsun, kofe likyoru, bilməm, yovşan likyoru, Amaretto likyoru, bütün likyorlar demək olar ki, yəni bunlar digestiv içkilərdir. Bunları mümkün qədər yeməklə yeməyin. Əgər sən Jagermeister xoşlayırsansa, məcbur deyilsən onu bastırma kebabla yeyəsən. Kebabı bu ye, yanında suyunu iç, artıq mədən dolduğunu hiss edin, otur özün üçün likyoru iç, yəni heç bir problem yox. 2 gün bundan qabaq bir tanınmış şərab yerlərindən birində idim Bakıda. Mən dədə-baba bir nar çaxırı zad xoşlayıram və turş, qırmızı şərablar xoşlayıram. Birini sifariş verdim, gəldi qaqaş süzdü, dalınca probkasını soxdu da. Deyirəm, mən niyə edirsən? Çıxart onu. Qoy iylənsin də, bir ortaya çıxsın zad. Belə şeyləri bilmirlər bizdə restoran sektorunda. Məsələn, hansı şərab bunun üstü bağlanmalı, hansı şərab bağlanmalı. Spirti qaçar deyə hər şeyin üstünə basırlar o probkasını. Bilmirlər çünki təlimat olunmayıb o barədə. Çünki o barədə təhsil olunmayıb, bir trening keçməyib. Bizdə restoran sferasında, xidmət sferasında əsas problem treninqlərdir. Treninqlər heç kim keçmir. Ancaq quru-quru, okey, işləmirsən falan yerdə, belə təcrübəm var, okey, gəl, görsən qonağın orasını, burasını öpdü, amma şərab gətirəndə sən dediyin kimi. Bir mövzuda aydınlıq gətirim ki, nar şərabla qırmızı şərab standartlarına içilmə məcburiyyəti yoxdur. Qırmızı şərablarla içilmək. Nar şərabın qırmızı şərab kimi içilmək məcburiyyəti yoxdur. Aha, okey. Hə, çünki şərab sırf üzümlə alınmalıdır, üzümlə çəkilməlidir. Aha. Bəli, o artıq nar şərabı dediyimiz şey narın üzüm kimi, şərab kimi fermentasiya olunmasıdır. Yəni o sən orada eyni aromaları almırsan ya oxşar bir aromatizasiya keçirmir. Bu tamam fərqli bir şeydir. Abunə olmağı, videonu bəyənməyi və rəylər yazmağı unutmayın. Yarı cahil davam edəcək.